Şirkin 3 növü var. Böyük şirk, kiçik şirk və gizli şirk. Bəzi alimlər isə onu 2 növə bölür. Böyük şirk və kiçik şirk. Hər birinin bu cür bölməsi, məqsədləri, muradları eynidir. Böyük şirk dedikdə Allahdan qeyrisini, Allahla yanaşı sevmək, Allahla yanaşı ondan qorxmaq və yaxud da ibadəti Allahla yanaşı başqasına sərf etməkdir. Böyük şirkin sahibi dindən çıxır və əbədiyyən cəhənnəmlikdir, əgər tövbə etməsə. Ona görə dininizdə şirk qoşmaq qadağan edilmişdir. Böyük şirk barədə Uca Allah Quran-Kərimdə belə buyurur: "Mən yüşrik billah faqad harramallahu aleyhil cennə və məvahun nar və mə liz-zalimin min ansar." Kim Allaha şərik qoşarsa, artıq Allah ona cənnəti haram etmişdir və onun yeri cəhənnəmdir və zalimlərin də köməkçisi olmaz.